Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün yeni test topusunda elektroliza aid hesablamalar bölməsini izah etməyə çalışacağam. Kanala abunə olsanız biz də şad olarıq. Başlayaq birinci sualdan. 200 qram mis SO4-ün suda məhlul tam elektroliz nəticəsində 12,8 qram mis alınıb. Gəlin birinci uşaqlar mis SO4-ün elektrolizini yazaq. Burada nə alınır uşaqlar? Deməli mis SO4 elektroz edir. Yadınızı saxlayın ki, həmişə 2 mol su ilə elektroz olunur uşaqlar. Yəni ki, əksər reaksiyalarda elektrozda 2 mol su parçalanır. İndi uşaqlar burada baxaq. Katodda nə alınacaq? Metalın özü. Çünki pasiv metaldır. Üzərinə gəlsin. Oksigen turşu qalıqsa oksigeni alınacaq və turşunun özü alınacaq. Yəni, turşu qalıq burada SO4 isə H2SO4 əmrlər gələcək. Əmsallara baxsaq uşaqlar, onda SO4-də, H2SO4-də düşər 2 mol. Burada SO4-də düşər 2, onda bu da 2 mol alınmış olar. Və bizə deyir ki, ilkin məhlulda mis SO4-ün kütlə payını tap. İlk öncə mən nəyə diqqət edirəm? Görürəm ki, burada 2 mol mis SO4 elektroz edib də. Yəni 2 mol mis SO4 neçə qramdır? 2 vurulsun 160 qram. Yəni 320 qram, düzdür? 320 qram elektroz edən zaman 2 mol mis katodda əmələ gəlir. Yəni ki, 2 mol misdə 2 vurulsun 64-dür. Yəni 128 qram əmələ gəlir. Bizə deyir ki, şərtdə 12,8 qram mis alınıb. Görək bu 12,8 qram mis alınırsa, nə qədər mis SO4 elektroz etməlidir? İndi bu tərəf 10 dəfə azalıbsa, burada 10 dəfə azalar. Necə olar? 32. Artıq mis SO4-ü mən tapdım 32. Məhlul nə qədərdir? 200. Gəlin uşaqlar, burada kütlə payını hesablayaq. 32 tapmışam məhlulda. Mis SO4-ün kütləsinin məhlulun öz kütləsi 200-dür. Vuraram 100-ə, bərabər eləyərəm neçəyə? 16-ya. Və doğru cavab nə olacaq? 16. İndi keçək ikinci suala. Deməli, natrium xloridin suda məhlulunun elektrozi etdikdə, gəlin birinci natrium xloru suda məhlulunun elektrozi edək. Yenə deyirəm, 2 mol su mütləq şəkildə yazılır uşaqlar. Deməli, burada alınır katodda hidrogen, anodda turşu qalın özü, məhlulda isə əsas əmələ gəlir natrium OH. Əmsallara baxsaq, onda suya 2 düşürsə, natrium hidroksidə 2 düşəcək, onda natrium xlorda 2 düşməlidir. Əmsallar bu qədər. İndi keçək suala. Deməli, elektroz edəndə 5,6 litr hidrogen ayrılıb. Məhlulda əmələ gələn natrium hidroksid neçə qram H-xlorla neytrallaşdırmaq olar? Alınmış bu uşaqlar. Bir dəqiqə məhlulda. Natrium hidroksidi. Gəlin birinci H-xlor ilə reaksiyasını yazaq. Burada alınır natrium xlor plus su. Burada heç əmsallara ehtiyac yoxdur. Yəni mola mol gedir. Gəlin indi uşaqlar hesablayaq. Görürəm ki, katodda 22,4 litr hidrogen ayrılanda nə qədər natrium hidroksid əmələ gəlib? 2 mol. Yəni ki, bu edir 80 qram da, düz deyil. Onda 80 qram ayrılır. Baxım görüm 5,6 litr verir baxı bizə. Görək 5,6 litrə nə qədər natrium hidroksid alınır. Bura 4 dəfə azalbsa, burada 4 dəfə azalacaq. Olacaq 20. Tapdım burada natrium hidroksidi 20 qram. Uşaqlar 20 qram budsa, düzdür, mola molda axı. Yazaram ki, 40 qram natrium hidroksid reaksiya girəndə normaldır. Nə qədər H-xlor sərf olunur? 36,5 qram, düzdür? Bizə 20 qram verir baxı. Görək 20 qramı nə qədər olar? Bunun yarısı. X eləyər 18,25. Doğru cavablar C variantı. Keçək üçüncü suala. 6,4 qram mis almaq üçün neçə qram 32% mis SO4 məhlulu tam elektroz olunmalıdır? Gəlin mis SO4-ü birinci elektroz edək. 2 mol su şərtdir. Deməli, burada katodda mis alınacaq. Anodda oksigen alınacaq. Oksigen turşu qalıqdır. Plus məhlulda turşu qalına uyğun turşu, yəni sulfat turşusu alınacaq. Əmsallara göz yetirsək uşaqlar, bura onda düşər 2, misə düşər 2, onda burada 2 düşər. Əmsallar bu qədər. İndi deyir ki, 6,4 qram mis almaq üçün. Görürəm ki, nəyə görürəm burada? Görürəm ki, 320 qram mis SO4 elektroz edəndə nə qədər alınıb? 128 qram. Düzdür, 2 mol mis alınıb, 128 qram. Tənasübün bir hissəsini yazdım. Bizə verib 6,4 qram mis almaq
lazımdır. Görək 6,4 qram mis almaq üçün nə qədər mis SO4 elektroz etməlidir. Bu tərəf neçə dəfə azalıb? 20, onda burada 20 dəfə azalsa 16. Tapdım mis SO4 16. İndi qısacası riyaziyyatı işə salsaq, yəni deyir ki, neçə qram götürün, bunun 32% 16 qram eləsin. Yəni hansı ədədin 32% 16 edər. Bu da eləyər uşaqlar 50. Yəni 50-ni 32-yə vurub 100-ə bölsən 16 eləyər. Doğru cavablar Y variantı. 4-cü sual. Mis nitratın məhlulun elektrolizi zamanı katodda 16 qram metal alınıb, anodda hansı qaz və neçə litr alınır? Gəlin uşaqlar, birinci mis nitratın elektrolizini yazaq. 2 mol su olsa, demək katodda misin özü. Anodda oksigen, məhlulda turşunun özü. Əmsallara baxsaq, bura onda 4 mol düşər. Çünki burada 4 dənə hidrogen var. Ondan sonra baxaq. Məsələn üçün 2 mol, onda 2 mol. Bura düşər. Onda burada 2 düşər. Əmsallaşdırdıq. İndi deyir ki, katodda 16 qram metal alınıb. Baxaq. Katodda görəm 128 qram mis alınıbdır. 2 mol 64 qramdır. Düzdür? 128 qram mis alınanda anodda hansı qaz ayrılır? Oksigen və neçə litr ayrılır? 22,4. Yazıram 128-ə 22,4 litr. Bizə verib 16 qram alındı baxı. Düzdür? 16 qramı hesablayaq. Bu tərəf neçə dəfə azaldı? 8 dəfə. Onda burada 8 dəfə azalmalıdır. X burada neçə eləyəcək? Elə bir 22,4-ü 8-ə bölsən, X eləyər 2,8 litr oksigen. Doğru cavablar D variantı. 5-ci sual. Gümüş nitratın suda məhlulun elektrolizi zamanı. Gümüş nitratın elektrolizini yazıram. Deməli, su 2 mol su olsa, katodda mən bilirəm ki, bu pasiv metaldır, gümüş özü, anodda oksigen, məhlulda isə turşunun özü. Əmsallara baxsaq, bura 4 düşər, gümüş nitrata 4 düşər, onda burada 4 düşər uşaqlar. Nədir bizə? Suda məhlulun elektrolizi zamanı katodda 21,6 qram metal alınıb, anodda neçə litr qaz ayrılır. Deməli, uşaqlar, elə burada yazılıb. Görürəm ki, 108 qram 4 mol, düzdür? Bu neçə edir? 432 qram. 432 qram katodda normalda metal alınır, düzdür? Nə qədər anodda qaz ayrılır? 22,4-dür, görürəm də 1 litr. Bizə verib 21,6, görək 21,6-ya nə qədər ayrılırlar? Demək, bura neçə dəfə azalıb? Bura 20 dəfə azalıb. Onda burada 20 dəfə azalmalıdır. Onda x neçələr? 1,12. Yəni 22,4-ü 20-yə bölsən 1,12 alınır. Doğru cavablar A variantı. Keçək 6-cı sual. Gümüş nitrat məhlulun elektrolizindən 5,6 litr oksigen. Gəlin gümüş nitratı ilə yazmışdım. Niyə sildim mən bunu? Hazır. Deməli, elektroliz etdikdə 5,6 litr oksigen alıb neçə qram metal alınır? Görürəm ki, 22,4 litr alınır da normalda. Bir dəqiqə. Görürəm 22,4 litr düzdür. Yazıram 22,4 litr alınanda neçə? 432 qram, yəni 4 vurulsun 108 də bunun kütləsi gümüşün. Yəni 432 qram metal alınır. Bizə deyir ki, 5,6 litr axı. Görək 5,6 litrə nə qədər? Bura 4 dəfə azalıb, onda burada 4 dəfə azalar. X neçədir? 108. A variantı. Keçək 7-ci suala. Natrium hidroksidin suda məhlulun elektrolizi zamanı anodda 30 ml qaz ayrılıb, katodda neçə ml qaz ayrılır? Gəlin uşaqlar natrium hidroksidi yazaq. Elektrolizini. Yəni deyirəm 2 mol su elə bir qayda kimidir, yadınızda saxlayın. Qayda deyil, sadəcə qayda kimidir. Hamısında, çoxunda 2 mol su parçalanır. Burada alınır katodda hidrogen, anodda oksigen, məhlulda elə əsasın özü qalır. İndi əmsallara baxsaq, bir dənə 2 bura düşəcək, fisiyo. Hidrogen düşəcək. Və nədir bizə? Deyir ki, anodda 30 ml qaz ayrılıb. Baxaq. Anodda 30 ml qaz ayrılıb. Deyir ki, katod neçə ml ayrılır? Görürəm reaksiya 2-nin 1 nisbətinə baş verir, düzdür? Əgər bu 30-dursa, onda bura neçə olar? 60 olar da, 2 dəfə artıq. C variantı. Keçək indi 8-ə, kalium sulfata. Kalium sulfatın elektrolizini yazaq birinci. Heç məsələni hələ oxumuram.
Elektroziddən də yenə 2 mol suya qoysaq, hidrogen katodda, anodda oksigen, məhlulda duzun özü. Əmsalları göz yetirək. Bir dənə hidrogen 2 düşsə yaxşı olar. Baxaq uşaqlar, deyir ki, elektroz zamanı katodda bir hidrogendir. 15 milli qaz ayrıbsa anodu soruşur. Uşaqlar, bura 15 millidir və reaksiya 2-nin bir nisbətinə reaksiya daxil olub, düzdür? Elə 2 dəfə azdır oksigen, onda bura neçə olar? 7,5. Yəni anodda 7,5 qram qaz ayrılır. Oksigen qazı. B variantı. 9-cu sual. 400 qram 20% mis-SO4 məhlulu. Mis-SO4-ün birinci elektrozunu yazaq. Yenə 2 mol su yazsam. Katodda misin özü, anodda oksigen plus turşunun özü. Əmsallara baxsaq, bura bir dənə 2 düşər. Onda SO4-də də 2 düşər. Misli 2 olur. Əmsallaşdırdım. İndi bizə nə deyir? 400 qram 20%li məhlul tam elektroz zamanı katodda neçə qram mis ayrılır? 400 qramın birinci gəlinin 20% hesablayaq. Görək nə qədər mis-SO4 var. Bu edir 80 qram mis-SO4. Və reaksiya nəticəsində görürəm 320 qram mis-SO4 elektroz edib. Yazıram 320 qram mis-SO4 elektroz edəndə katodda neçə qram mis alınır? 2 vurulsun 64-dən, yəni 128 qram ayrılır. Bizə 80 qram verir baxı. Görək 80 qram nə qədər? Bura neçə dəfə azalıb? 4 dəfə. Onda burada 4 dəfə azalsaq x eləyər 32. Doğru cavablar B variantı. İndi uşaqlar baxaq 10-cu suala. 10-cu sualda nə deyir bizə? Natrium xlorid məhlulunun elektrozi. Yazaq birinci natrium xloridin elektrozini. Heç hələ məsələni oxumuram. 2 mol su, yenə dediyim kimi, burada alınacaq katodda hidrogen, anodda turşu qalığı plus məhlulda natrium hidroksid. Əmsallara baxsaq, bir dənə natrium hidroksidə 2-ni qoysaq, deyəsən tamamlanır. Bir də natrium xloridə. Deməli, deyir ki, alınmış xlor 5,6 qram dəmirlə reaksiya daxil olur. Yəni, buradakı alınan xlor dəmirlə reaksiya daxil olur. Yəni, yazaq. Nə alınır burada? Dəmirin 3% duzu, dəmir xlorid alınır da. 2 mol. Onda bura 2 düşər, onda burada 3 düşər. Deməli, bizə deyir ki, 5,6 qram dəmirlə reaksiya daxil olur. Elektroz zamanı neçə qram natrium hidroksid əmələ gəlir? Uşaqlar, ilk öncə görəm ki, 112 qram dəmir reaksiya daxil olur və neçə mol xlorla? 3 mol xlorla. Bizə 5,6 verir, baxı. Görək bu 5,6-ya nə qədər xlor sərf olunar? 20 dəfə azalıbsa bura, onda burada 3-də 20-yə bölsək %15. Aha, tapdım %15 xlor sərf olunur. Yenə yazıram uşaqlar. Reaksiya nəticəsində görürəm axı burada. 1 mol xlor alınanda 2 mol natrium hidroksid, yəni 80 qram natrium hidroksid alınır. Bəs %15-i nə qədər? Elə 115 80-ə vursun 12. Doğru cavab nə olar? 12. 20, daha doğrusu 11-ci sual. Kalsium xlorid duzun ərintisinin tam elektroz. Bax, ərinti deyir burada. Deməli, kalsium xlorid ərintisi elektrozdən də burada xlor 2. Başqa nə deyir? Deyir, alınmış xlorun hamısı dəmirlə reaksiya girir. Yenə dəmir plus xlor 2 alınır. Dəmir 3 xlorid. 2 bura atsaq, bura 2, bura 3. Yenə deyir ki, 112 qram dəmirlə reaksiya dəmir sərf olunur. Baxıram 112 qram dəmir reaksiya daxil olunda nə qədər xlor reaksiya daxil olub? 3 mol. Bizə 112 verib də şərtdədir. 112-yə də hesablayaq, elə burada 3 eləyəcək. Ondan sonra nəyə diqqət edirəm? Əgər 3 mol sərf olunubsa, onda 3 mol da kalsium alınıb da burada. Düzdür? Yəni 3 mol burada sərf olunan xloru tapdıq. Onda burada 3 mol xlor alınıb ki, o qədər sərf olunub da. Onda 3 mol da kalsium alınır. 3 mol kalsium vursan 40-a, kütləsini soruşsa 120. 12. Mis xlorid məhlulunun elektroz zamanı. Gəl mis xloridi elektroz edək. Deməli, mis plus, burada əmsala ehtiyac yoxdur, plus su.
Deməli, katoda getdi metanın özü, anodda xlor, məhlulda su. Nə deyir ki, məhlulun elektroliz zamanı anodda %56 litr qaz ayrılıb, katodda hansı maddə və neçə qram? Onsuz katod məlumdur ki, burada misaldır. Katodda anodu xlor verib. Anodda nə qədər belə deyək, xlor alınır? 22,4 litr. Bəs nə qədər katodda belə deyək, mis ayrılır? 64 qram. Yazaram ki, 22,4 litrə 64 qram katodda mis ayrılır. Bəs bizə %56 litr verib. Görək %56 litr nə qədər olar? Deməli, bura neçə dəfə azalıb? 40 dəfə azalıb. Onda 64-də 40-a bölməliyik. Bu da edir 1,6 qram mis. Doğru cavab olar C variantı. Kalsium xloridin suda məhlulun elektrolizi. Gəlin kalsium xloridi yazaq. 2 mol su. Burada deməli nə alınacaq? Alınacaq katodda hidrogen, anodda xlor, məhlulda kalsium hidroksid. Heç burada əmsala ehtiyac yoxdur. Deməli, baxaq. Elektrolizdən anodda 33,6 litr xlor qaz ayrılıb. Katodda ayrılan maddə və kütləsini hesablayın. Onsuz katod məlumdur ki, burada hidrogendir, anodda xlordur. Və anodda 22,4 litr normalda xlor əmələ gəlir və 2 qram da hidrogen əmələ gəlir. Düzdür? 2 qram. Bizə verib 33,6 litr xlor ayrılıb. Görək buna nə qədər olar? Bura 1,5 dəfə artıb, onda burada 1,5 dəfə artar. Neçə olar? 3. Yəni 2-ni 1,5-ə vursan 3 eləyər də. Yəni 3 qram burada hidrogen var. 14-cü sual. Kalium xloridin məhlulunun elektrolizə. Bax, məhlul deyirsə yazıram. Kalium xlorid məhlulu 2 mol sudan elektrolizə uğrasaq, burada nə alınır uşaqlar? Hidrogen katodda, anodda xlor turşu qalının özü, plus məhlulda kalium hidroksid. İndi əmsallara baxsaq, əmsallara 2 mol bura düşər. 2 mol da kalium xlorida. Vəsiyo. Nədir bizə? 5,6 litr katodda hidrogen ayrılıb, anoddan qaz və neçə litr ayrılır? Deməli, katoda onsuz görəm hidrogendə, anodda xlordur. 22,4 litr hidrogen katodda ayrılanda, anodda ilə 22,4 litr xlor ayrılır. Bizə 5,6 litr verib. Görək 5,6 litrə nə qədər ayrılır? Elə 5,6 litr anodda qaz ayrılır. Hansı qaz? Xlor qazı. Doğru cavab nə olacaq? A variantı. 15-ci sual. Natrium sulfat məhlulunun elektroliz zamanı. Natrium sulfatı yazaq, elektroliz edək. Deməli, 2 mol su qoysaq bura, alınacaq hidrogen katodda, anodda oksigen, çünki oksigen turşu qalıdır, plus turşu qalının turşusu ilə, yəni H2SO4. Əmsalları, daha doğrusu turşu yox, duzun özü alınır. Turşu pasiflərdə alınır. Kalium 2, natrium 2SO4. Baxaq, əmsallara baxaq. Bir dənə hidrogen 2 qoysaq, bəli, düzəlir. İndi elektroliz zamanı oksigen 560 litr alınıb. Bu zaman neçə qram su parçalanıb? Onsuz görürəm ki, burada 2 mol su parçalanıbdır, düzdür? Yazıram 36 qram su parçalananda nə qədər oksigen əmələ gəlir? 22,4. Bizə deyir ki, 560 litr alınıb. Görək 560 litr oksigen alınırsa nə qədər sərf olunur? Hesablayaq. Bu tərəf neçə dəfə artıb uşaqlar? 25 dəfə artıb. Onda 36-da 25 dəfə artmalıdır. 36-nı 25-ə vursan 720, o da 180, 900. Deməli 900 qram su parçalanmalıdır. Doğru cavab D variantı. 16-cı sual. Deməli, kalium xloridin sudan məhlulu yenədir. Kalium xlorid 2 mol su, hidrogen katodda, anodda xlorur, məhlulda kalium hidroksid. İndi baxaq əmsallara. Əmsalda bir dənə kalium hidroksidə düşə bilər, bir də kalium xlorida. Vəsiyo. Və bizə deyir ki, 11,2 qram kalium hidroksid əmələ gəlib ayrılan qazların ümumi həcmini.
Deməli, buna necə yanaşmaq lazımdır uşaqlar? Deməli, ayrılan qazı ümumiyyətlə baxaq. Anodda və katodda hərəsi 1 moldur, düzdür? 1 mol, 1 mol. Yəni ki, ikisi bir yerdə götürsək 44,8 litr qaz ayrılıb. Yazıram ki, 44,8 litr qaz ayrılanda neçə qram kalium hidroksid alınıb? 2 mol, yəni 112 qram, düzdür? Yazıram 112 qram kalium hidroksid alınıb. Bizə deyir ki, 11,2 kiloqram. Bunu qrama çevirsəm neçəyə vururam? 1000-ə vururam da. Yəni 11,2-ni vursam 1000-ə neçə eləyəcək? 11200. Yazaram ki, 11200 yazaq. Deməli dedim ki, 44,8 qrama litrə, daha doğrusu 112 qram kalium hidroksid alınır. Bizə deyir ki, 11,2. 11,2 kilonu çevirdim qrama, elədi 11200 qram. Görək buna nə qədər qaz ayrılar. Deməli, bura neçə dəfə artıb? Bura 100 dəfə artıb, sonra burada 100 dəfə artmalıdır. Yəni 44,8-i 100-ə vursaq, bu eləyər 4480 litr. İndi bizə metr kubla soruşsa, təbii ki, nə edəcəm? 1000-ə böləcəm. Bu da eləyəcək 4,48 litr. Doğru cavab D variantı. Keçək 17-ci suala. Deməli, 360 qram 45%li kalium nitrat məhlulunun elektrolizinə aid qrafikin hansı nöqtələrində doymuş məhlul mövcud olar? Elektrolizin aparıldığı temperaturda duzun əlil olma əmsalı, yəni KH verib 1500. 1500 yəni KH ilə qeyd edək. KH-ın düsuru nə idi? KH bərabərdir. Həll olunan maddə bölünsün, su vurulsun 1000. Bu qalsın kənarda. İndi bizə deyir 360 qram məhlul vermişəm və 45% nitrat. Yəni hesablayaq neçə qram eləyir? Eləyir 162 qram. 160 qram burada kalium nitrat var. Nə qədər su olar? 360. Niyə sudan? Çünki məndə KH verib. KH-ın üzrə su lazımdır. 360 qrama 162 qramı kalium nitratsa nə qədər suya qalır? 192 qram da su. Gəlin uşaqlar KH-ı hesablayaq. KH-ı bizə neçə verib? 1500. Yazıram 1500 bərabərdir. Həll olunan maddəni neçə tapdım? 162. Suyu bilmirəm uşaqlar. Bilmirəm ki, mən burada suyu nə qədər çıxarsam. Yəni burada KH-ı 1500 verib axı. Həll olunan maddəni bilmirəm. Mən suyu bilmirəm ki, neçə qram olub su. KH-ı 1500 almışam. Aydın oldu? Bilmirəm. Ona görə suyu götürürəm x. Hələ buradakı su başlanğıc sudur. Vuraram 1000-ə. Burada x-lər deməli 1,5 dəfə keçsə, yəni 162-ni bölərəm 1,5-ə. Bu da eləyər 108. Tapdım burada 108 qram su. Düzdür? Başlanğıc su nə qədər idi? 198. Düzdür? 198 idi. Bunun 108-i qalıb. Deməli, bunun nə qədər parçalanıb suyun? 90 qram su parçalanıb da. 90 qram su neçə moldur? 18-ə bölsən 5 mol su eləyir də. İndi bizə ayrılan qaz hidrogendir axı. Yəni hidrogen soruşursa, onda yəni, həcmdən soruşsa 22,4 litr həcm tutmur. 5-də vurarsan 22,4-ə taparsan burada 112 litr. Doğru cavab nə olar? Yalnız T-dədir 112. Yalnız T. Harada da variantı? Baxaq 18-ci suala. Natrium sulfatının suda məhlulunun elektrolizinə anodda 4 mol qaz ayrılıb. Baxaq. Natrium sulfatı yazaq. Plus 2 mol su nağdı var. Alınır katodda hidrogen, anodda oksigen, məhlulda duzun özü. Həmişə burada çalışıram, kalium yazıram. Deməli uşaqlar, əmsallara baxsaq, 2 mol bura suya atmışamsa, onda 2 mol hidrogen düşər. Başqa da heç nə düşməz. Deməli, nədir? Anodda 4 mol qaz ayrılır. Burada katod hidrogendir, anodda oksigen. Yəni 1 mol ayrılıb baxı, 1 mol. Yazaram ki, 1 mol qaz ayrılanda, oksigen qaz ayrılanda. Anodda cəmi neçə, elektrodda cəmi neçə qaz olur elektrodda? Deməli, burada 2 mol var, burada da 1 mol, yəni 3 mol var da. 1 mol anodda qaz ayrılanda 3 mol opşi qaz olur, qaz qarışığı. Bizə 4 mol verir bax anodda. Görək 4 mol nə qədər olar? Eləyər ilə burada 12.
Yəni 12 litr qaz alınır. 19-a baxaq. Gümüş nitratın suda məhlul elektrolizi. Gümüş nitratın birinci suda məhlul elektrolizini edək. Deməli 2 mol su 100% var. Bura deməli katodda gümüş özü, anodda oksigen turşkalı oksigen, məhlulda turşunun özü. Əmsallara baxsaq, bura bir dənə 4 düşər. NO3 4 dənsə, onda burada 4 olar, da bura 4 olar. Yazdım. Bizə kütlə, görsən kütlə qrafikini verib. Ən çox kütləsi burada Z-dir. Düzdür? Gəlin kütləni hesablayaq. Burada gümüş 108 qramdır. 108 vurulsun 4 neçə 432. 63 nitrat 63 vurulsun 4 neçə eləyir? 252. Oksigen də içində 1 moldu. Bu da edir 32. Yəni kütləsi ən çox hansıdır? Gümüşdə, düzdür? Gümüş deməli Z-dir. Orta olar NO3. Ən azda kütlə 32 qramda oksigendir. Fisyo. Deyir X oksigendir, doğrudur. Y gümüşdür, səhvdir, nitratda axı. Z gümüşdür, bəli. 4 Y nitrat turşusudur, bəli. Z oksigendir, səhvdir, gümüş. Doğru cavab olur 1, 3, 4. 20-yə baxaq. Mis sulfatın suda məhlulunun elektrolizini verib. Yaxşı, mis sulfatı yazaq. Elektroliz edəndə 2 mol su. Onda buraya 2 mol mis yazaq elə. Bax yazmışdıq da buraya sana. Sulfat özü alınacaq. 2 mol plus oksigen. Bir dənə də buraya 2 düşəcək. Fisyo, nə deyir bizə? Yenə kütlə nisbəti olaraq soruşur. Uşaqlar, Z-in kütləsi ən çoxdur. Burada alınanlardan ən çox hansıdır? Bax 2 mol bu 128 qram bu eləyir. Bu da 98 vurulsun ki 196. Bu da 32 qram. Yəni kütləsi ən çox burada olan hansıdır? H2SO4. Deməli Z H2SO4-dür. Ən az oksigendir. Deməli X oksigendir. Bu da nə qalır? Misə. Deməli nə deyir bizə? Deyir X misli səhvdir, oksigendir. Y oksigendir, səhvdir, misdir. Z sulfat turşusudur, səhvdir. Yox, Z sulfat turşusu düzdür. 4 X oksigendir. Bəli, razıyam. 5 Y misdir, bəli. Doğru cavab 3, 4, 5. Keçək 21-ci suala. Deməli, duzun suda məhlul tam elektrolizindən alınanı verib, katodda verib, bax, yalnız metal iyonu reduksiya olunur. Məhlulda 1 mol bir əsası turşu alınır. Deməli, uşaqlar, katodda metal özü alınıbsa, deməli bu pasiv metal, ya misdir, ya gümüşdür, ya civədir, bunlardan biri olmalıdır. Və bir əsası turşu alınıbsa, deməli bu ya nitrat duzu olmalıdır, ya nitratın duzu olar. Deməli uşaqlar, sulfat niyə olmaz? Sulfat çünki 2 əsaslanıraq H2SO4. 2 əsasdır, bizə lazım bir əsasdır. Burada başqa heç nə vermir. Qalan hər şey məhsulda axı. Bir dənə katodda ayrılan metal verib, yəni adını verməyib, bir dənə əsaslığını verib, başqa heç nə verib. Ona görə biz yerinə qoymaqdan hesablayaq. Məsələn, mən ya mis nitrat götürüm, ya gümüş nitrat. Gəlin gümüş nitratdan başlayaq. Deməli, gümüş nitratı elektroliz edək. 2 mol sudan. Burada alınacaq uşaqlar katodda metal gümüş, anodda oksigen, məhlulda nitrat. Görürsən, bax, bir əsas turşu şərtini ödədi. Metal şərtini ödədi, düzdür? İndi baxaq əmsallara. Onda bura nitrata 4 düşər. Gümüş nitrata 4, burada 4. Əmsallaşdırdım. Görürəm ki, nəyə görürəm? Görürəm 4 mol nitrat turşusu alınıb. Yəni 4 mol bir əsas turşu alınanda anodda nə qədər oksigen ayrılır? 22,4 litrdən oksigen ayrılır. Düzdür? Bizə verib 1 mol axı. Görək 1 mol nə qədər olar? 4 dəfə azalıb 5,6. Deməli 5,6 tapdıq ikisi. Keçək. Məsələn üçün mis nitrat deyiləm, ürəyinizdə qara qalmasın. Gəlin yazaq mis nitrat. Mis NO3 2 dəfə 2 mol su. Burada katodda mis özü alınacaq, anodda oksigen, məhlulda nitratın özü. Əmsallara baxsaq uşaqlar 4 mol nitrata düşər, 2 mol bura, 2 mol da misə düşər. Yenə uşaqlar görürəm ki, bir əsas turşu 4 mol alınıb da. Nə qədər oksigen ayrılıb? 22,4 litr. Bizə 1 verib bax elə 1-ə nə qədər olar? 5,6. Yəni misdir, gümüşdür. Bunların nitrat duzundan fərqi yoxdur. İkisindən də eyni cavab almış olacağıq.
22-yə baxaq. 22-də deməli katoda deyir metal ionu reduksiyonu. Artıq burada məlum olur ki, bu passiv metaldır. Ya gümüşdür, misdir, civərdir, hər hansı biri ola bilər. Məhlulda iki əsaslı turuş alınıb. İki əsaslıdırsa, onda burada H2SO4 götürə bilərəm. Yəni sulfatın duzunu götürə bilərəm, amma passiv metaldan. Məsələn üçün götürüm mis, SO4 götürürəm. Bax, passivdir. İki əsaslı turşu qalıqdır. Plus 2 mol sudan elektroz edirəm. Deməli, uşaqlar, katodda doğrudan da mis sözü gedəcək, şərtim ödənəcək, metal iyonu. Plus anodda oksigen, məhlulda turşunun özü. Əmsallara baxsaq, əmsallara. Deməli, 2 mol bura düşər. 2 mol bura, 2 mol da bura. Əmsallaşdırdım. Ondan sonra nə deyir bizə? Deyir, onda 5 mol 2 əsaslı turşu alınıb. Görürəm, axı, reaksiyada 2 mol turşu alınıb 2 əsaslı sulfat, düzdür? Nə qədər anodda oksigen ayrılıb? 22,4 litr. Bəs bizə onda 5 verib. Görək, onda 5-ə nə qədər alınır? 4 dəfə azalıbsa, 23,4 4 dəfə azalsa 5,6. Deməli, bura olar 5,6. Burada yazaq. 23-ə baxaq. Natrium nitrat məhlulun elektrozini verib. Birinci natrium nitratın elektrozini yazaq. 2 mol su. Hidrogen katodda, anodda oksigen, məhlulda duzun özü. Əmsallara baxsaq, bir dənə hidrogen 2 düşər. Vəsiyo. İndi uşaqlar, məhlulun kütləsini neçə verib? 200 qram. Faizini neçə verib? 15. Yəni 200-ün 15% natrium nitratdır. Neçə eləyir? 30 qram. Yəni burada 30 qram həll olunan maddə var. Həll olunan əmsalı bizə 375 qram verib. 375 qram nə deməkdir uşaqlar? Yəni 1000 milli həll etsə, yəni suda uşaqlar 375 qram duz həll olub. Düzdür? Yazarsan ki, 1000 milli suda 375 qram duz həll olub. Bizdə 30 qram həll olunan maddə var axı. Görək ki, bu 30 qram həll olunan maddə, yəni natrium nitrat neçə milli suda həll olar? Deməli, bu da eləyir 30.000 bölünsün 375. Hesablayaq bir dənə. X eləyər burada 80. Deməli, burada uşaqlar 80 qram nədir? Bu suda 80 qram. Baxaq. Deyir ki, elektroz zamanı minimum neçə litr oksigen qazı alındıqda məhlul doymuş hala keçər. Normalda uşaqlar neçə qram su parçalanır? 36 qram, düzdür? 36 qram su parçalananda nə qədər oksigen qazı ayrılıb? 22,4 litr. Biz tapdıq 80 qram su var axı. 80-ə x. Burada demək uşaqlar 36-dan 80-ə gəlmək 2,5 dəfə artım deməkdir. Onda 22,4-ü 2,5-ə vursaq, bu deyir 56. Doğru cavablar 56. 24-cü suala baxaq. Deməli, metal X2 duzunun suda məhlulun elektrozindən alınan məhsul, metal burada 2 valentli deyir. Bizə maraqlı olan bu hissədir. Katodda deyir qaz ayrılır. Artıq biz buradan bilirik ki, metal lityumla alüminium arasında, yəni aktiv metallardan biridir. Və 2 valentli metaldır. Məsələn üçün, mən ağlıma gəlir ilk dəfə kalsium, 2 valentli metal, bir dənə də X2-nin yerində bir dənə xlor 2 qoyuram. Deməli, bunu elektroz edirəm. 2 mol bura düşsə, indi əmsallaşdırsaq, daha doğrusu yazsaq elektrozi, hidrogen, katodda, anodda turşu qalığı, yəni xlor, plus məhlulda kalsium hidroksid. Əmsallara baxsaq, bir dənə heç nəyə ehtiyac yoxdur. Deyir ki, onda 5 mol əsas alınır, ayrılan qazı soruşdur anodda. Görürəm ki, uşaqlar 1 mol kalsium hidroksid, yəni əsas alınanda anodda ayrılan qaz nədir? Xlor qazıdır. Deməli, 22,4 litr qaz ayrılır. Bizə onda 5 mol əsas verib. Görək onda 5 mol əsasa nə qədər ayrılar? X da burada eləyər. Elə bir 2 dəfə azalıb bura. Onda 11,2-ni 2-yə bölsən, daha doğrusu 22,4-ü 2-yə bölsən 11,2 cavabını alırsan. Doğru cavablar 11,2. Dərsimiz bura qədər uşaqlar. Növbəti videoda inşallah ya bunların ətraflı hissəsini, yəni ətraflı yazılı cavab tələb olunan tapşırıqları ya da oksidlər bölməsini paylaşacağam. Sağ olun uşaqlar. İnşallah ki, hər birinizə video faydalı olar.